Bizə hala oldu, brat, Azərbaycan dilinə bilirsən, hala qoy, Rus 160 milyon bizim dilimizi öyrənsin. Aha, buna bax, məsələn, rusca bilmir, bu qıcıdır da. Məsələ ondadır ki, Azərbaycanda rus dilini bilmək hansısa bir intellekt və mədəniyyət göstəricisi kimi hesab oluna bilərmi? Mənim sinif yoldaşlarım Yahudi olub, Ukraynalı olub, nə bilim, Uzin olub, Tatar olub. Amma bizim aramızda heç vaxt millət söhbəti olmayıb. Sən millət olaraq, əgər imkan verirsən ki, sənin millətindən olan insanı hər hansı bir xüsusiyyətə görə ayırsınlar, bu sənin faciəndir. Sən mən öz ölkəmdə, restoranda gəlib mənə niyə rusca müraciət eləyirsən? Yalnız Azərbaycan dili bilən insanın düşüncə və işə yanaşması daha zəif olur, nəinki Rus, İngilis, Alman, Fransız, ekstra dil bilən insanların yanaşması. Öz ana dilini mükəmməl şəkildə bil, sonra rus dili də bil, ingiliscə də bil, fransızca da bil. Arqumenti bir sənə bildirirlər, mən belə daha rahat danışıram. Biz onları deyə bilmərik ki, o bizdən daha az Azərbaycanlıdır. Öz dilini bilməyərək digər bir dili prestij, səviyyə göstəricisi olaraq görmək, qürrələmək qətiyyən yanlışdır. Fransızlar İngilis dilini bilirlər, amma danışmırlar. Yəni sən düşmən bildiyin belə insanın nə qədər də içini bilsən, o qədər sən onun üstündə qalibsən. Nə gözəl insanlar bugün toplaşıblar, Bakı reallığındadılar. Mən İdris Cəfərov sizləri salamlayıram. Sağ olun ki, varsınız. Varlığınızı da like və kommentlə göstərin ki, biz də sizi hiss edək. Cahal, xoş gördük. Hoş gördük İdris. Nədən danışırıq? Bugün biraz ruskoязычный. Ладно, да, хватит, да, брательник, это что за тема? Yaxşı, давай, başlayalım gedək. Mən Başlayaq ümumiyyətlə rus dili Azərbaycanda normal olaraq Sovetdən belə deyək, miras kimi qalıb, amma 30 ildən artıq çox müddət keçməsinə baxmayaraq, hələ də bu rus dillər və Azərbaycan dillər arasında bir konflikt yaşanır ki, mübahisə var. Kim bombadır? Bu səncə bir vərdişdir, yoxsa hələ də əhalinin tam psixoloji olaraq müstəqilləşməməsi? Mən bu barədə çox rahat danışa bilərəm, çünki 10-cu sinifə qədər mən rus bölümündə oxumuşam. Çexovu, Dostoyevskini, Tolstoyu, nə bilim, rus klassikasını, rus tarixini oxumuşam və 10-11-ci sinifdən artıq keçmişəm Azərbaycan bölümünə. 2 ildə sən Azərbaycan bölümünə keçirən nə oldu sən? Valideynlərim dedi ki, rus dilinin gələcəyi yoxdur. Həmin dövrdə də çox böyük sıxıntılar var idi. Bu cəmiyyətdə müzakirələr var idi və valideynlər dedilər ki, rus dilinin yerləri universitetlərdə azalır. Bu uşaq rus dilli olaraq sonra iş tapması problem olacaq falan və birdən-birə günlərin bir günü mənə dedilər ki, sən keçirsən Azərbaycan bölümünə. Keçirdilər məni özəl təmayüllü İnşaat Mühəndislər Universitetinin nəzdində olan kimya, riyaziyyat təmayüllü liseyə və buradan mənim psixoloji travmalarım başladı. Çünki rus dilində bugünkü gün sən məlumat Azərbaycan dilində də tapa bilərsən. Amma 90'larda Azərbaycan dilində məlumat çox az idi. Deyək ki, sən elmi iş götürürsən və Şimali Amerikanın yerli xalqları, Maya, Azteklər və İnklər barədə bir araşdırma aparmaq istəyirsən. Sən Azərbaycan dilində məlumat tapa bilməzdin o vaxtda. Mənbə cəhətdən elədir, resurs cəhətdən. Və mən 10 il rus dilində oxuyanda mənim ətrafdakı insanlarım o vaxtı müəyyən jurnallar sifariş edirdilər, silahlarla bağlı, kompüterlərlə bağlı, nə bilim, dünyanın hansısa bir iqtisadi jurnallarını alırdılar. Onlar daha maraqlı və daha çox inkişaf etmiş gənclər idi. Keçirəm Azərbaycan sektoruna, uşaqları heç nə maraqlandırmır, flegma uşaqlardır, qız-oğlan münasibətləri primitivdir. Oğlan qızla görüşür, 10 metr məsafədə onu yola salır, deyir bu mənim qızımdır. Heç bir ünsiyyət yoxdur, qız qapıya çatanda bir dənə dönür buna əl eləyir, nə var, xalası oğlu görər. Çox belə, necə deyim, depressiv və travmatik keçid oldu məndə Azərbaycan bölümünə. Ona görə mən Rusiya imperializm siyasətinə qarşı duran qatı Azərbaycanlıyam. Çünki 29-cu ildə mənim babamı sırf kommunistlər öz qapısında gülləliyiblər. Mən Molla Cəfərov soyadım. Qazağın Molla Cəfəri kəndindən gəlir. O kəndin yaradıcısı və çoxası mənim babam Məmməd Çoxoğlu'dur. 29-cu ildə onu gülləliyiblər. 90-cı il bizim qanlı yanvar tariximizi biz unutmarıq heç vaxt. 92-ci il Xocalı soyqırımında 310-cu Rusiya diviziyası erməni daşnaqlarının cinayətkarları ilə birgə girirlər Xocalıya və 600-dən çox insanı bir günün içində qətl edirlər. Bu Azərbaycan qanında da Rusların əli var.
və bunun qarşılığında mənim rus dilinə olan belə deyək, marağım və dəstəyim təbii ki, mən Azərbaycanlıyam, amma biz bilməliyik rus dilini, rus xəbərlərini baxmalıyıq ki, onlar nə fikirləşirlər, nə planlayırlar və bu fikri çox istəyirəm ki, buradan da yekunlaşdırım. İngilislərlə fransızların arasında 100 illik müharibə olubdur və fransızlar ingilis dilini bilirlər, amma danışmırlar. Yəni sən düşmən bildiyin belə insanın nə qədər də içini bilsən, o qədər sən onun üstündə qalibsən. Burada digər məsələ var. Ukrayna-Rusiya müharibəsi başladı. Rusiya Ukraynaya işğalçı məqsədi ilə girəndə nə dedi? Ki, orada bizim rus dillilər sıxılır. Machiavelli onun Qasudar kitabında çox maraqlı fikirlər səsləndirilir və onlardan biri də bunu təbii ki Napolyon da, hətta qədim dövrlərdə Yuli Sezar da öz idarəçilik sistemində istifadə edibdir. Parçala və idarə et strategiyası. Sən cəmiyyəti parçalayırsansa fikirlərlə, məsələ bu sünnüdür, bu şiədir, bu rus dillidir, bu Azərbaycan dillidir, bu nə bilim qərblidir, bu cənubludur. Sənin zəifliyindir və sən millət olaraq əgər imkan verirsən ki, sənin millətindən olan insanı hər hansı bir xüsusiyyətə görə ayırsınlar, bu sənin faciəndir. Bugünkü gün Ukrayna məhv bir vəziyyətdədir. Ukrayna kimi zəngin, gözəl ölkə. 91-ci ildə 15 respublika, biz 90-da müstəqil olduq. Ukrayna artıq 91-dən öz müstəqillik həyatını başlayanda Ukrayna resurslara görə Rusiyadan sonra ikinci yerdə idi. Ukraynada təyyarə qurulucu var idi, yantar var idi, port var idi, qara torpaq var. Yəni bunun qarşılığında Ukrayna əhalisi Avropanın bu dəqiqə ən yoxsul əhalisidir. Niyə? Ağılsız idarə etmə və imkan vermək ki, Ukraynalıları bölsünlər. Ukraynada katolik kilsəni böldülər pravoslavnadan. Qərb oldu katolik, şərq oldu pravoslav kilsə. Pravoslav kilsəni böldülər iki hissəyə. Ukrayna pravoslav kilsəsi və Moskva patriarxının pravoslav kilsəsi. Onlar da bölüşdülər. Ondan sonra Ukraynanı da böldülər rus dilliləri və Ukrayn dillilərə. Ondan sonra Ukraynanın cəmiyyətində böldülər Avropa meyillilərə və Rusiya meyillilərə. Halbuki Ukraynanın o qədər sərvəti var ki, Ukraynaya nə qərb, nə şərqdə olan Rusiya lazım deyil idi və nəticədə onları bölərək, cəmiyyət olaraq xırda-xırda hissələrə xarici qüvvələr götürüb idarə edir. Azərbaycan çox strateji və Cənubi Qafqazda belə deyək də çox iri, gigimon, imperialist ölkələrin hədəfi və marağı olan bir nöqtədədir. Biz bir sinirdəyik. İran o tərəfdən bizim gənclərimizin başını müəyyən dini nağıllarla, narkotik maddələrlə məhv edirsə, Rusiya da buradan öz psixologiyası ilə təbii ki, rus dilli insanların sıxıntısını bir problem olaraq axtarıb taparaq bizə təsir göstərmək istəyir. Yaxşı, Azərbaycanda üzr istəyirəm, bizim qələbəmizdir. Görün, bizim fəxr etdiyimiz talışlar var, ləzgilər var, ucinlər var, avarlar var, çaxurlar var. Nə bilim, necə gözəllik qatır hər biri varlığı ilə və bu Azərbaycan hər birimizin vətənidir və onlar bizim ayrılmaz bir hissəsidir. Mən Rus məktəbində oxuyanda mənim sinif yoldaşlarım Yahudi olub, Ukrayna olub, nə bilim, Ucin olub, Tatar olub. Amma bizim aramızda heç vaxt millət söhbəti olmayıb. Bizim səmimi qardaşlığımız və dostluğumuz olub və onlar öz mədəniyyəti ilə əksinə bir rəng qatıblar. Tatar gəlirdi Sabantuya, nə bilim, Yahudi öz bayramına müəyyən bir şirniyyat gətirirdi. Ruslardan, nə bilim, dostumun nənəsi rəhmətə getmişdi, onun yas yerinə gedəndə digər bir yas mərasiminin adət-ənənəsini görürdük. Bu bizim zənginliyimiz idi və bizi ölkə olaraq nə qədər də çalışsalar, parçalasınlar bizim bu gözəlliyimizlə, müxtəlif millətlərin yaşamı ilə buna nail olmadılar. Amma indi təəssüflər olsun ki, cəmiyyətin böyük əksəriyyətini eyni dində, eyni imanda, eyni ölkədə yaşayan insanları rus dilli və Azərbaycanlı edərək cəmiyyətdə bölə bilirlər və bu bizim üçün çox böyük təhlükədir. Mövzudan əslində belə bir keçid eləmək istəyirəm ki, müasir dünyada hal-hazırda artıq ingilis dili daha qlobal dil olmasına baxmayaraq, hələ də bir çox valideyn, bir çox deməzdim, amma hələ də yəni elə şəxslər var ki, övladını rus
bölməsinə, Rus məktəbə məktəbinə göndərir. tələbat çox yüksəkdir. Burada alt sual olaraq qeyd etmişdim ki, səncə bu həqiqətən də daha keyfiyyətli təhsil üçündür, yoxsa sosial prestij üçün? Yox, heç bir sosial prestiji yoxdur. Bugünkü gün adi, orta təbəqənin və ya daha maddi imkanları aşağı olan təbəqənin evladına verə biləcəyi mükəmməl əlavə dil olaraq yalnız rus dili qalır. Niyə? Çünki mən rus məktəbinə evladımı qoymaqla bilirəm ki, 10 ildən sonra mənim evladımın əlavə dil bilgisi olacaq. Bu 10 il ərzində mənim evladım rus dilində geniş yayılan internetdə xüsusi bir kitablardan məlumat ala biləcək və bu gülməli də çıxsa nisbətən pulsuz olacaq. İngilis dili ilə də, yox, bu ingilis dillə də mümkündür. İngilis resurs mənbə daha çox ingiliscədir hal-hazırda. Azərbaycanda ingilis dilində pulsuz məktəb yoxdur. Azərbaycanda, Azərbaycan məktəbində ingilis dili dərsi deyən müəllimlərin böyük əksəriyyətinin ingilis dili bilgisi mənim səviyyəmdədir. Dövlət məktəblərində elədir. Hə. Amma özəl məktəbdə özəl məktəbdə zaten təhsil, məsələn, elə məktəblər var ki, təhsil tam olaraq ingiliscədir. Məktəbə qoyur uşaqları. Yəni bunun başqa bir kursla falan da çıxış yolu var. 10 verən adam varsa, uşağı qoyur ingilis təməyyüllü məktəbə ki, sabah bu getsin. Sən inanmırsan ki, daha elit görünmək üçün bunu eləyirlər? Yox. Ümumiyyətlə, əlavə dil bilgisi son zamanlar yaşlı dövrün ən yayılmış xəstəliklərindən biri də Alzheimer demensiyadır. Bu yaşdaşma ilə əlaqədar yaddaş problemidir. 2 dilli insanlar, mən məsələ 3 dil bilirəm və hansısa bir mühitə düşəndə mənim beynimdə bu cümlələr təbii ki, Azərbaycan dili mənim doğma dilimdir və mən bu kombinasiyanı qururam, sonra keçirirəm rus dilinə, mükəmməl olaraq fikrimi ifadə edirəm. Sonra hardasa qismən çevirirəm ingilis. Bu mənim avantajımdır və digər məsələ. Şirkət rəhbərləri var, holding rəhbərləri var, mənim yaxın dostlarım. Bugünkü gün CV gəlir, deyir monodilli insanları işə götürməyin. Monodilli insan nədir? Yalnız Azərbaycan dili bilən insanın düşüncə və işə yanaşması daha zəif olur. Nəinki rus, ingilis, alman, fransız, ekstra dil bilən insanların yanaşması. Əslində səndən razıyam. Yəni o cəhətdən ki, əlbəttə ki, hətta belə bir deyim var ki, yəni bir şəxs neçə dil bilirsə o qədər insandır. Məsələn, 3 dil bilsənsə 3 insan kimi qəbul olunursan. Yenə çox sevdiyim bir ölkə Lüksemburqdan nümunə gətirirəm. Çünki insanın yer kürəsində yarada biləcəyi ən mükəmməl ölkə mənim fikrimcə Lüksemburqdur. Çünki bunların qeyri-adi təbii sərvətləri olmadan Dünya Bank sisteminin özəyini yaradaraq bugünkü gün minimal əmək haqqı 3000 avrodan yüksəkdir, minimal pensiya 3200 avrodur, müəllimlərin maaşı 10.000 avrodur və nümunə olaraq Lüksemburq məktəbini bitirən şagird Lüksemburq dili bilir, Alman dili bilir, fransız dili bilir və ingilis dili bilir və Lüksemburqda cəmiyyət demir, niyə bizim gənclər ingilis dilində danışırlar, anglosakslar bizim gənclərin beynini yuyurlar. Onlar demirlər ki, Fransa bizim yanımızdadır və Fransa bizi işğal edir bu dil vasitəsilə. Yox, bunların gəncləri savadlıdır, bilgilidir və dünya miqyaslı iri şirkətlərdə kifayət qədər yüksək vəzifələrdə yaxşı maaş Mənim əslində narahatçılığım bu mövzuda deyil. Əlbəttə ki, əlavə dil bilmək yaxşıdır. Sadəcə belə bir sual qeyd eləmişdim. Bu icazənlə telefondan oxuyum sənin üçün. Məsələn, bəzi ailələrdə rus dili artıq ikinci ana dili kimi formalaşıb. Bu qlobal dünyaya uyğunlaşmadır, yoxsa milli dil və kimlik baxımından narahatlıq doğurmalı məsələdir. Çünki bir insan öz ölkəsində ana dilindən daha rahat başqa dildə ünsiyyət qurursa, bu fərdi seçimdirmi? Sən arasında deyinirəm. Məsələn, bu yaxınlarda deyəndə 1 il öncə idi, səhv etmirəmsə, bir tədbirdə Azərbaycanlı bir xanım normal olaraq öz dilində çıxış eləyir. Həsəbimizə altın kələbəkdə idi deyəsən, türklərdən nəsə bir ödüllənmə bir seremoniyası var idi. Orada iştirak eləyirdi. Adam rus dillidir, amma Azərbaycanlıdır. Yəni soyadına baxsan ki, Azərbaycanlıdır, bu rus deyil. Məşhur adamdır. Hə, yadımdan çıxıb sadəcə adı. Deməli, Azərbaycanca müəyyən bir tekst var idi. Zaten əvvəlcədən bilinirdi ki, adam bunu əzbərləyib çıxıb orada çıxış eləyir. Məsələ ondadır ki, yəni öz ana dilini o qədər bərbad vəziyyətdə bilmək olmaz da. Öz ana dilini mükəmməl şəkildə bil, sonra mən sənə qarşı deyiləm. Rus dili də bil, ingiliscə də bil, fransızca da bil. Qardaşım, bu mənim ana dilimdir da. Mənim anam da Azərbaycanlıdır, atam da Azərbaycanlıdır. Mən bu dili onsuz da bilirəm də. Yox, bilmirsən. Yox, hamı bilmir. Nə olsun ki, hamı bilmir də. Məsələ ondadır. Məsələn, bilsən necədir? Öz aralarında belə, öz aralarında kommunikasiyanı qur rusca. Ürəyin istədiyin kimlə qur. Amma Azərbaycanca adamı dindirəndə baxırsan ki, elə bir çox belə primitiv, bir dənə cümlə qura bilmir. Azərbaycan dili, düzdür. Sən əgər sabah nəsə bir fəaliyyət göstərmək istəyirsənsə, inkişaf eləmək istəyirsənsə, sən Azərbaycan dilini bilmədən səni işə götürmək olmaz. Amma Azərbaycan dilini bilərək, əlavə rus, ingilis dilində bilirsənsə, sənə nə xoş, nə əla. Sadəcə mən o məsələni qabardıram ki, məsələn, elə şəxslərə münasibət necədir? Yəni ürəkləri istədilər ki, məsələn, bu arqument sənə bildirirlər. Ürəkləri arqument sənə bildirirlər. Mən belə daha rahat danışıram.
Yox, Sən axı öz dilini bilməlisən yəni. Məsələ götürək ki, 90-cı ildə Azərbaycan müstəqilliyi əldə edir, amma 90-cı illə qədər bütün dövlət aparatında işləyənlər, vəzifəli şəxslər, onların xaricdə təhsil alarkən xaricdə almırdılar da o vaxt Moskvada, Sankt-Peterburqda, nə bilim, hansısa bir Rusiya ali təhsil ocaqlarında, Ukraynada təhsil alırdılar və valideynləri rus dilli olublar və belə deyək də, bunların ailə ünsiyyət dili olaraq rus dili seçilibdir. Bu onların ailə seçimidir. Biz onları deyə bilmərik ki, o bizdən daha az Azərbaycanlıdır, çünki o evində Azərbaycan dilində danışır. Milli kimliyi zədələmir səncə? İkinci Qarabağ müharibəsində rus dilli sırf Azərbaycanda doğulub başa çatan rus şəhidlərimiz var. Yəni dil burada problem deyil, din də problem deyil. Niyə dil səncə milli kimlik göstəricisi deyil? Mənim dində seçimim var da. Mən müsəlman da ola bilərəm. Mən şiə namazı da qıla bilərəm, mən sünni namazı da qıla bilərəm. Mən Azərbaycanın yahudilərlə gözəl münasibəti niyədir? Çünki Azərbaycanda yahudilər müxtəlif tarixi dövrlərdə yaşadığı məkanlardan didərgin salıblar. Tarixən çox rahat harda yaşayıblar? Bizim Qubanın Qırmızı qəsəbəsində. Niyə? Çünki onların dininə də, dilinə də, adət-ənənəsinə də hörmətlə yanaşılıbdır. Biz Rusiya ilə 160 milyonluq ölkə ilə qonşuyuq. Ermənilər 90-cı ildən sonra, müstəqilliyi əldə edəndən sonra çevrildilər mono dövlətə. Mono dövlət nədir? Ermənidən başqaları pisdir, hamısını didərgin saldılar. Bugünkü gün sən Ermənistanı araşdırsan, Ermənistanda heç bəlkə 1% vaxtı ikən Ermənistanda yaşayan ruslardan heç kəs yoxdur. Amma bugünkü gün bizdə nə qədər ruslar var ki, vəzifədə işləyir. Onları mən rus saymıram. Onlar rus mənşəli Azərbaycanlılardır. Mənim uşaqlıq dostum var, mənim ən yaxın dostlarımdan biridir, o rusdur. Azərbaycan dilində mükəmməl danışır. Dövlət idarəsində şöbə müdürüdür. Vaxtı ikən biz məktəbi bitirəndən sonra 3 aylıq getdi Moskvaya işləməyə və Lukoylda işə düzəldi. 3 aydan sonra gəldi ki, yox ey brat, mən burada yaşayamıram, bunlar başqa cürdülər. Yəni bu artıq bizimkidir və bəlkə də bizim Azərbaycanlıların bəzilərindən daha çox vətənpərvərdir. Bu adam hərbi xidmətdə də olubdur, döyüşlərdə də iştirak edibdir. Atası 1-ci Qarabağ müharibəsinin veteranıdır. Bunun milləti rus olmağı Azərbaycanda bizdən daha az Azərbaycanlı etmir. Çünki bu Azərbaycanı bizdən az sevmir. Və onun rus dilində danışmağı, pravoslav olması bunun seçimidir. Biz, necə ki, başqasının, qonşunun arvadı neçədə gəldi, qonşunun əri kimlə gəzdi, burnumuzu soxuruq. Bu rus dilinə girişdə öz burnumuzu başqasının seçiminə soxmaqdır. Düşünürəm ki, şəxsən dil milli kimliyin göstəricilərindən biridir və bir şəxs öz dilini yaxşı, mükəmməl şəkildə bildikdən sonra digər bir dilləri də bilməyinə əlbəttə ki, qarşı deyiləm. Sadəcə öz dilini bilməyərək digər bir dili prestij, səviyyə göstəricisi olaraq görmək, qürrələnmək qətiyyən yanlışdır. Yox, rus dili bu arada BMT-nin 5 dilindən biridir. Bildim. Çin dili, rus dili, ingilis dili, fransız dili. Dünyada 300 milyon əhali danışır. Türk dilli qruplardan 500 milyon türk dilli xalqlar var da. Uyğurlardır, nə bilim, Qazaxlardır, Türkmənlərdir, Azərbaycanlılardır, Özbəklərdir, Türklərdir. Bizim problem nədir türk dünyası olaraq? Bizim ortaq türk dilimiz yoxdur. Biz Qırğızları Özbəkistana yaxın Oş vilayətindən və ya Cəlilabad vilayətindən olan Qırğızı başa düşürük qismən. Amma daha rahat da onunla rus dilində danışaq. Bizim bu Turanın bugünkü gün yaranmasının və inkişaf etməsinin, eyni filmlərin bütün bu Mərkəz Asiya, Azərbaycan və Türkiyədə yayımlanması üçün bizim yəqin ki, dilçilər işləməlidir və ortaq türk dili çıxartmalıyıq. Çünki hələ də bugünkü gün Turanın iclaslarında biz məcburən rus dilində danışmaq məcburiyyətində oluruq. İndi bayaqdan müzakirə eləyirik, amma deyim ki, mən ətrafımda məsələn rus dilli belə deyim də çevrəm var. Bayaq öncədən bildirdiyim kimi əhalini bir iki hissəyə bölüblər. Yəni rus dilli çevrə, bir də var Azərbaycan dilli çevrə. Səhvdir və bu bizi içəridən dağıtmaq üçün olan xarici düşmənlərimizin təsiridir. Və hətta belə deyim, bir aşağılamaq kimi belə bir ifadə işlədilər ki, məsələn, buna məsələn rusca bilmir, bu qıcıdır da. Məsələ ondadır ki, hansısa bir əlavə dil bilmək, hətta Azərbaycanda məsələn deyək də, elə tam bu кейsdən deyək ki, Azərbaycanda rus dilini bilmək hansısa bir intellekt və mədəniyyət göstəricisi kimi hesab oluna bilər. Kitablar çoxdur, məlumat çoxdur rus dilində, amma bir insan rus dilli deyə, o insan savadlıdır. Taksiyə mindim, BYD markalı maşın idi. Deyirəm ki, bəs rus dilini yazdıra bilmirsən? Deyir, yox, mən rus dilini bilmirəm ki. Deyirəm, bə maşını necə başa düşürsən? Deyir, ingilis dilində oxuyuram.
Yəni əgər bu insan Azərbaycan dilindən başqa bir dil bilməsəydi, o maşını idarə etməkdə problem yaşayardı. Sən yenə də mənlə səncə çox fərqli aspektdə gedirsən, çox qəribə haşiyəyə çıxırsan. Mən demirəm, adam əlavə dil bilməsin. Buna mən qarşı deyiləm. Mən özüm ingiliscə bilirəm, Türkiyədə təhsil almışam, yəni Türkiyədə təhsil almışamsa türkçəm yaxşıdır. Xeyr, bilmirəm. Amma ailəmdə hər kəs bilir. Hal-hazırda nitqimdə də rusca kifayət qədər söz var. İndi sən bilməməyi özünə problem bilirsən yoxsa yox? Qətiyyən bilmirəm. Sadəcə məsələ sən nədədir? Sən orada Alona ilə, Natasha ilə, Maşa ilə, İrina ilə nədən danışacaqsan? Google Translate-ə yazırsan ki, privet, как тебя зовут? Yox, niyə ingiliscə danışacağam? İngiliscə daha qlobal dildir. Yəni ingiliscə məncə başa düşülür. Məsələ onda deyil. Məsələ sən nədədir? Dediyim kimi, adamlar bunu rusca bilməyi bir savadlıq göstəricisi kimi görürlər də. Bir etalondur səncə həqiqətən savad üçün. Ağıllı insana izah eləmək olar ki, o ağılsızdır. O səninlə razılaşacaq, çünki mübahisə eləmək istəməyəcək. Ağılsız insana heç vaxt izah etmək olmaz. Yəni bu bir seçimdir, bu bir istəkdir. Adam var ki, nə bilim, yəni bilirsən, mən Ukraynada yaşadım 10 il. Mən Ukrayna dilini bilirəm. Niyə? Çünki mən Ukraynlılara hörmət olaraq başladım Ukrayna dilini öyrənməyə. Halbuki Ukraynada müharibəyə qədər rus dilində də çox rahatçılıqla vəziyyətdən çıxa bilərdim. Mən Ukrayna filmlərinə gedirdim. Ukrayna xanımları ilə tanış olanda Ukrayna dilində bir neçə kəlmə deməyin ki, zvitki ti, skolka тебе років, дякую. Bu sənin bir avantajındır. Biz indi bu söhbətdə fundament vermək ki, sizə halaldır, brat, Azərbaycan dilinə bilirsən, hala qoy Rus 160 milyon bizim dilimizi öyrənsin. Qoy qaqaş İngilis gəlsin bizim. Bu populizmdir. Amma reallığı odur ki, çəki dərəcəsində əgər dünyaya inteqrasiya etmək istəyirsənsə, əgər dünyaya nəsə satmaq istəyirsənsə, bugünkü gün trend ümumiyyətlə Çin dilidir. Dünyada ən çox öyrənən, istənilən ilk beşlikdə Çin dilidir. Halbuki bugünə qədər Rusiya elitası özü, Çar Rusiyası, Romanovların dövründə onlar öz aralarında rus dilində danışmırdılar, onlar fransız dilində danışırdılar. Yəni kimin hansı istiqamətdə marağı varsa inteqrasiyada, inkişafda o dili də öyrənir. Bizim indi müasir gəncliyimiz niyə ingilis dilini öyrənir? Çünki İngiltərədə təhsil almaq istəyir. Perspektiv olaraq. Amma indi Z nəsli arasında Çin dili bilən insanlar da həddindən artıq çoxdur. Çünki biz Çinlə inteqrasiyamız, İpək yolunun bərpası, Çinlə ticarət, yəni başa düşür ki, mən Çin dilini bilməklə mənə halal olsun, mən daha əlavə üstün xüsusiyyətim olacaq. Əlavə, məsələ bundadır. Seçim, yəni məsələ prioritetlikdədir də, məsələn, birinci öz dili. Azərbaycan dili sənin ana dilindir, sən bunu bilməlisən. Bax, sən bir dənə məsələn hadisə deyim. Bax, gör buna razısan yoxsa yox. Restoranlarda, iaşə obyektində, məsələn, gedirsən, əyləşirsən, indi ofisiant deyəcəklər ki, ona o da ruscadır. Süfrəçi, Azərbaycanda süfrəçi, qarson türkçədir. Süfrəçi gəlib adama yaxınlaşaraq ilk sözü rusca olur və bu istər-istəməzdən qarşı tərəfdə bir kompleks yaradır və bir utanmaq hissi. Düzdür, məndə yaratmır, amma bir çox şəxsdə bilirəm ki, belə utanır ki, bu adam mən rusca, mən buna nə cavab verim də. Amma ona qayıdıb məsələn Azərbaycanca cavab verəndə, o da belə nə bilim biraz belə qəribə formada cavab verir. Sən yuxarıdan aşağı baxır ki, hə rusca bilmədi. Yəni Azərbaycanda yaşayırıq da qardaş. Sən mən öz ölkəmdə restoranda gəlib mənə niyə rusca müraciət eləyirsən? Sən gəlsən Paris Bistroya, Novikova, hə niyə? Mən Novikovda gedib istəyirəm məsələn, ailəmlə oturum çay içim. Nə bilim, hə desertlə çay içim. O adam mənə niyə yaxınlaşıb gəlib deməlidir ki, məsələn rusca deməli ki, sən nə istəyirsən? Mən sahibkaram. Mən restoran sahibiyəm. Cahal adında cavan oğlan gəlir mənim obyektimdə çay içmək istəyir və onun hesabı olacaq 12 manat. Amma paralel olaraq Rusiyadan gələn turistlər, Qazaxıstandan gələn turistlər, onların böyük əksəriyyəti rus dilli olduğuna görə mənim rus dilli müştəriyə xidmət edərək... Sən yenə də başa düşmürsən. Yox, məsələ sən nədir? Onsuz da onun gözündən başa düşür ki, bu Qazaxıstanlıdır. Mən sənə konkret biznesdən danışıram. Mənim şəhərin mərkəzində kiraya götürdüyüm obyektin kiralığı 20 min manatdır. Mən vergi verirəm, mən işçilərin DFS-ni verirəm, mən oranı təmir etmişəm, mən mətbəxə pulu verirəm və mənə cahal kimi gəlib orada Əhmədlidən, Vasimoydan gəlib çay içən müştəridən daha çox Natasha ilə Seryoja lazımdır, hansı ki gəlib orada mənə 200 manat hesab ola bilər. Məsələ sən nədir? Birinci ilk yaxınlaşma məhz Azərbaycan dilində olmalıdır. Adam artıq başa düşmürsə, xeyr, adam gədə onu cəzalandırır. Bazar iqtisadiyyatı özü formalaşdırır. Bildimi? Adam, sən deyirsən ki, Qazaxıstanlı, nə bilim hansısa bir turist ona daha çox maraqlıdır. Onsuz da onun xarici görkəmindən başa anlayır ki, bu turistdir və ona ilk cümləsində rusca yaxınlaşır. Rus dili bilmir. Birinci Azərbaycanca
bilmir yoxsa necə səncə? Yox, bilir. Əlbəttə ki, bilir. Azərbaycanlı da onsuz süfrəçi. Sadəcə ilk cümlə oranın belə deyək də, sənin dediyin kimi aurası elədir ki, prestijli yer sayılır deyə. Bax görsən sən nə qədər desəndə, inan ki, rus dili cəmiyyətdə prestij elə Novikovda baş verib. Yəni Sravarny olsun, Novikov olsun, Paris Bistro olsun. Bu bilirsən də Rusiya şəbəkəsidir. Bilirəm, əlbəttə ki, bilirəm. Yəni Novikov özü o restoran yaradıcısıdır. Olsun. Yəni gedək yerli iqtisadiyyata xeyir verək. Ürəyim istəyir, keçirəm, əyləşirəm. Mənə gəlsin yaxınlaşın Azərbaycanca mənə desin. Bu sahibkarın seçimidir və məncə biz bütün bu nəzarətlə sahibkarı da çox sıxa bilməliyik. Vətəndaşsan, xoşuma gəlmədi. Denəm mən bir də Novikova gəlməyəcəm. Çünki mənə xidmət bu təkcə Novikovda baş vermir ya onsuz da. Bildim, mərkəz obyektlərdə də. Yəni dediyim kimi, orada əsas çek trafiki. Çünki mən restoran sahibi olmuşam. Orada var neçə nəfər gün ərzində gəldisən restoranına və orta çek çıxardırsan. Və orta çeki mən restoran sahibi olaraq işçidən soruşanda demişəm ki, bu kimi idi? Deyir, bu nə bilim Qazaxlar idi. Məsələ üçün də indi mənim vaxtımda bu qədər turistlər yox idi. Ona görə mən burada təbii ki, sən dediyin insana toxunur. Ki mən öz ölkəmdəyəm, öz vətənimdəyəm və niyə bu mənlə digər dildə danışır? Fikirləş gəlib sən ərəbcə yaxınlaşırlar. Sən ərəbcə bilmirsən. Ərəbcə sənə yaxınlaşırlar, fikirləş ərəbcə bilmirsən. Hətta yazarsınız da, bax indi burada, bu çox maraqlıdır. Mənim öz fikrim oldu, Cahalın öz fikri oldu. Ağıl ağıldan üstündür, amma sizin kommentiniz toparlayaq fikri. Mən yenə də deyirəm, məni heç kim yanlış anlamasın. Mən deyirəm ki, insan birinci öz dilini mükəmməl şəkildə bildikdən sonra sən istəsən get 5 dənə dil öyrən, sənə həqiqətən halaldır. Sadəcə birinci, çünki mənə görə dediyim kimi dil milli kimliyin bir alt göstəricisidir. Yəni bu mütləqdir ki, insan öz dilini mükəmməl şəkildə bilməlidir. Bilməlidir və əlavə digər dildə bilməlidir və digər dili bilən insan heç bir problem yoxdur. Sənin düşmənin deyil, sənin vətəndaşındır. Gəlin, ümumiyyətlə gəlin bu stereotipi yığışdıraq. Mən demək istəyirəm ki, bu stereotip bizim aramızda ayrılıqdan başqa bir şey deyil. Biz Cahalla hazırda işləyirik, layihələr edirik. Amma məsələ mən rus dilliyəm, Cahal Azərbaycan dillidir. Sonuçta biz ikimiz də Azərbaycanlıyıq, marağımız, vətənə sevgimiz və hədəflərimiz birdir. Bu müzakirələr ayrılıqdan və aramıza bir söz-söhbət salmaqdan başqa bir şey deyil. Çünki yenə də bu vətən bizimdir, bu müstəmləkə bizimdir və ikimizin də alın nahiyəsinə baxsaq, görürsünüz ki, biz ikimiz də qıpçaqıq. Yaxşı, mövzunu son sualla artıq bir toparlayaq, bitirək, biraz fikirlərinizi yazın, dostlar. Biraz gərginlik oldu. Çünki dediyim kimi, sizin fikirləriniz bizim üçün önəmlidir. Biz öz fikrimizi səsləndiririk, amma tamaşaçı olaraq sizin rəyləriniz bizə önəmlidir ki, kim düzdür burada? Bəs gələcəkdə rus dilinin Azərbaycanda, bizim coğrafiyada mövqeyini necə görürsən? Məsələn, qarşıdakı 15-20 ildə səncə bir forma dəyişdirəcək, yoxsa artıq itib batacaq? Məncə rus dili onsuz da demirəm, bu Z nəsil daha çox ingilis dillidir. Gürcüstanda yeni nəsil ümumiyyətlə ingilis dillidir, rus dilini ümumiyyətlə bilmir. Amma bu bilməməyində, yəni onu bilmirəm, tamam. Biz bunun qarşılığında dediyim kimi məktəb proqramında ingilis dili alternativini yavaş-yavaş artırmalıyıq. Əgər nisbətən ucuz, dövlət təminatlı məktəblərdə ingilis dilli sektor açmalıyıq və ya fransız dili açmalıyıq. Çünki biz balaca ölkəyik, biz sabah deyirlər zavod açsınlar, fabrika açsınlar. Bugünkü dünya qlobaldır. Sən qlobal dünyaya inteqrasiya eləməlisən. Estoniya nümunəsinə bax. Estoniyada dünyanın neçə startapının vətəni Estoniyadır. Daniyanın 5 milyon əhalisi var. Dünyanın 100 ən iri şirkətlərindən 20-sindən çoxu Daniya şirkətidir. Yəni bu nəyin hesabınadır? Daniya DAT dilində onu inteqrasiya eləməyib, baxın, ingilis dilində eləyib. Yəni biz özümüzə qapanmaqla ki, bizdən yaxşısı yoxdur, ən yaxşı musiqi bizimdir, ən yaxşı xalça bizimdir, ən yaxşı dil bizimdir. Bəli, bizimdir. Amma bundan əlavə digərləri də var və digərlərində öyrənməliyik. Biz Afrikaya getsək hansısa bir qəbiləyə, hansı ki əncil yarpağını asıbdır və belə-belə oynayır, onlar da deyəcəklər ki, bizim Sibantu mədəniyyəti ən gözəldir, bizim xalçalar, bizim rəqəmlər, bizim nə bilim rəsm, mənim babam dünyada ilk yazını kəşf edibdi falan. Amma onlar yenə də Afrikada o qəbilin içindədirlər. Amma yenə də Nike-dan Adidas'ın krasovkasında gəzirlər. Bu yaxınlarda o Afrikadan gələn dostum deyir ki, meşənin içindən bir qəbil çıxdı. Onlar bir dənə ayaqqabıları belə krasovkaydı da, başa düşürsən. Yəni biz inkişaf eləmək üçün dünyaya inteqrasiya etməliyik, özümüzü unutmadan.